Vaq gönül, yine sağ olsun Laçın. Axır ki bu oyunlara son koydu. Laçın demişkən, dediği söze göre o kadar peşmandı ki az kalır davlasın. Deyip sənə, sənə deyibsə deməli peşmandı. Yaxşı ki xətrinə dəyməmişəm. Ne oldu Ayta? Niye böyle tez geldin? Müəllim evde yoktu. Anakilere gelmedi ha? Müəllim evdeydi, gördün. Söhbət elədiniz, alınmadı. Ne oldu Ayta? Cavab ver, narahatam axı. Deyən qoy, ağlım üstüme gelsin, diyeceğim. Ne danışdınız? Görürəm sizin de söhbətsiz alınmayıb. Çaylara dəl dəyməyiblər. Dalaşdınız? Yox ay qız, dalaşmaq nədir? Bəs içeri gəlmədi. Sözün düzü heç özüm də onu içeri dəvət eləmədim. Söhbətimizi ayaqüstü həyətdə elədik. Ne dedin ki? Sənin demək istədiklərini səninlə narahat edirdi. O ne dedi? İmkan vermədim danışmağa. Eğer bir adam yalan danışabilirse Umay, ona qulaq asmağın mənası yoxdur. Ayrıldınız? Qərarı bıraxdım onun öz ixtiyarına. Özünə hörmət eləyirsə, özü çıxıb getsə yaxşıdır. Sən xətrinə ondan sərt danışmadım. Günahlarını sənə görə ona bağışladım. Bir də mən səndən üzr istəyirəm. Atını aldığım ev söhbətini eləyəndə dedim ki, qardaşlar arasında nə olubsa günah sənin atamdadır. Deməli tələsmişəm. Nəticə çıxarmağa tələsmişəm. Üzürlü say. Canı sağ olsun. Akşamı xeyir. Hər vaxtın xeyir. Gel de gel içeri. Kimlər var, nə tədbirdir? Bak işe hiçbir tedbir zad yoktu ya. Konağımsan. Hə, Sen niye böyle narahatsan ki? tam getdi Sənan müəllim ilə.
Dedim birdən yığışıb gələrlər bura, sən də məni ona görə çağırarsan. Atan sana müəllim gilə niyə gedib ki? Səbəbini bilmirəm, amma ehtimal var. Gəl də gəl içəri, içəridə danışalım ki. Atam da məni təəccübləndirə gedir də. Əgər sən də Sənanla söhbətini demisənsə, deməli ona görə gedir. Yəni, Humayun xəstəxanadan çıxmağa filan bəyanə. Bəs sən təəccübləndirən olur? Qardaş, deyim, xətrə dəyməsin. Əgər yoldaşını, qızını, oğlunu özünlə aparırsa, deməli üzünə yaşmaq aparır. Aylar geçer, idolar, yine kalbim seni anarım. Aylar geçer, idolar, yine kalbim seni anlar. İkimizin canı üçün ilk gündən elə narahat idim ki. Düz indi şükürlər olsun, hər şey yoluna düşdü. Atam səhv eləyib, özü çox böyük səhv. Şey deyən mənəm, söhbətləri indi necə alınacaq? İnşallah alınmaz. Mən o kişini gördüm də. Çox təmkinli adamdır. O kişinin söhbəti mənim dədəmlə tutmasın. Ay sağ ol. Bax, indi çox yaxşı yerə toxundu. İndi deyim, və indi xətrə dəyməz. Kişiyik də indi öz aramızda kişi kimi söhbət edir. Sənan müəllim hər şeyi bilir. Bir Humayla sənin münasibətindən başqa. Yaxşı ki də onu bilmir. Bilsəydi bir yapışlıq olardı. Hələ yaxşı ki maşın Humayı sənin mağazana çatmamış oldu. Bacım qızı olsa da görsən olanı danışıram. Bilmək olmaz ki, hep sən nə deyəcəkdir. Kadındır da, ola bilsin hissinə uduzdu. Sən nahaq görüşə razılıq vermirsən. Ay, məkan atmaq nədir? Ay, çok qadın olmuşsun. Adını eşidəndə həmin yerdən qaç. Özün evlənənə qədər. Ailəsini söz-söhbət düşər. Ayıb taxın. Düz deyirsən Şəms. Səhv eləmişim, pis olmasın. Səhvdir də qadası. Günah deyil ki, səhvi hamımız edirik. Əsas odur, Adəm müəllim məni işdən çıxartmayınca sakitləşmir. Səni atam işdən çıxartdı. Yox, günahına girməyin. Atan eləmədi, amma onun badına getdi. Şanan müəllimin bacısı Elza, orada duyuq düşmüşdü. Da, sən onları tanıyırsan, sən onları tanıyırsan, canımı yığdı boğazıma. Mən də nə qədər yalan danışım. Başım götürüb qaçdım. Yaxşı kəsəbi deyilsin. Görürəm zarafatla danışsın. Atama cavab qaytarmağına bəlkə azığını tutmuşdu. İkimiz də acıq, ona görə söhbətimiz tutmur. İndi düzələr. Buyurun müəllim, bu sizə çatata. O nədir? Bunun kim verdi? Bir nəfər müştəri. Hansı masada əyləşmişdin?
Bilmədim hansı masada əyləşmişdi. Kağızı verdi və getdi. Kişi idi yoxsa qadın? Bir nəfər xanım idi. Çoxdan gedib. Tapşırdı ki, o gedəndən sonra verir. Hoppa! Görürsən, təmiz niyyətli olanlar belədir. Dəvət eləyən kimi düzüldü gün doğur. Buyur. Cırtulla getsin. Cırtullana da belə şey cırtullayarlar. Ha götür qoy cüvə, dünyanın işini bilmək olmaz. Ən azı bir xatirə deyil. Şəmsi, mən xatirələrdən qaçınam. Elə o, xatirələrdən qaçmaq üçün lazımdır. Hər kimdirsə, əməyinə hörmət elə, ayıbdır. Hə, Laçın. Hansı restoranda? Hə, yaxşı, indi gəlirəm. Başım idi zəng eləyən. Hə, Restorandadır. Nə münasibətlə xeyir ola. nə bilim, Aytı. İş adamıdır da, yəqin kimlənsə oturub. Hansı restoranda? Adını Peaky Blinders dedi. Nədir də söhbət edirsiniz orada? Laçın restoranda oturub dedi, gəl məni götür. Könül düş, Eldar gedəsi oldu. Ad dəymə, qoy könül də getsin. Qızım, otur sən də get. Bacımla bir yerdə gedin. Geç. Axşamınız xeyir xanım. Sən həbsdə olduğunu Şəmsiyə demişdin. Bəli. Bəs mən səninlə söhbət edəndə niyə demədin? Nə bilim valla. Ehtiyac görmədim. Heç siz də soruşmadınız axı. Gərək elə soruşaydın. Elsa xanım, mən hardan biləydim ki, Şəmsi müəllim sizin gəlinin dayısıdır? Yaxşı. Arazlaşılan son oyunda məğlub olan bir əgər statistikaya getməli olsaq, kubok maçlarını kənara qoysaq, son 10 günlük maçında yalnız bir qələbəyə sevinir. Düzdür, bəzi oyunlarda baxırıq, İstanbul oyunda da olsun, deyə bilmərik ki, Arazlaşılanın futbolu faciəvi oyunları oynaya bilmirlər. Yox, hücum edirlər, şən komandadır, maraqlı oynamağa başlayırlar ki, elə. Əslində belə deyil, bəzən deyirlər Arazlaşılan haqqında ki, bu Elvan Bakşevin Qəbələdəki komandasıdır, amma mövsümün əvvəlində daha çox hesaba yönəlik futbol oynayırlarsa, əks hücumlarda. Axşamın xeyir olsun. Hər vaxtın xeyir olsun. Niyə belə ləngidim? Şəmsinin qonaqlığından gəlirəm. Nə qonaqlıq? Sənin bu təzə qohumların maşallah olsun, çox fərasətlidirlər. Sən demə bu Şəmsi bəy var ha. Adəmin zirzibillərini örtbasdır elədiyi müddətdə özünə təzə iş axtarırmış. İş tapan kimi gəlib hər şeyi sənə danışıb. Kişinin oğlu öz aləmində güyan qəhrəmanlıq eləyib də. Harda girib işə?
Bəs demirəm qonaqlığa çağırmışdı. Restoranda işləyir də. Sara evdə yoxdur. Evdədir. Bəs mənə niyə zəng eləyir? Ay can mələyim. Bibi, nə vaxt qalxırsan yuxarı? Sənin otağındayım. Sən gəl də aşağı, ata ilə söhbət edirik. Yox, mən gəlmirəm. Hə, yaxşı, indi qalxıram. Uşağın xətrinə dəymirsən? Nə dedi ki? Dedim, mən aşağı, dedi, gəlmirəm. Mübahisə eləmişsiniz? Yox, mübahisə eləməmişik. Çünki mən ona baş qoşmadım. Əslində o bizim xətrimizə dəyib. İnanmıram. O səni də, bacısını da çox istəyir. O sizin xətrinizə dəyməz. Gedim görüm mənim mələyimi kim incidib. Can, bibi sənə qurban olsun. Görüm mənim balamı kim incidib. Salam, ay gözəllik. Can, bibi sənə qurban. Xeyr ola, məni çağırmışsan evə, özün də evdə tapılmırsan. Ay qız, qorxutdun məni. Telefonda elə danışırdın, elə bildim əsəbisən. Mən niyə əsəb oluram? O deyil, Göyçək Fatmanın payını verib göndərmişəm otağına. Olmaya. Bu evdə ondan başqa Göyçək Fatma var ki. Gel otur. Sen canım ne demişsin? Mən ata Leylaş oturmuşduq. Bir də gördüm Göyçək Fatma gəldi. Görən kimi ataya dedim ki, ata mənzərə pozuldu. Sen an ne dedi? Hər ikisi pərt oldu. Bibinin balası sanda. İndi gözləyək görək Şahənşah nə vaxt gəlir. Zəng elə də denən gəlmişik. Yox, yaxşı alınmıraq. Bəlkə qonağı var. Qalxmaq fikri olanda özü zəng eləyəcək. Amma acından öyrənməyə bacı. Sənəm müəllimgilə gedəndə elə bildim mən də girəcəm evə. Dedim yəqin süfrə zada çallar. Aha, qaqaş çıxdı. Təkdi ki, bəlkə gedək. Gedək. Laçın oturub çay içər, biz yemək yiyərik. Dayan. Ged otur maşına. Az ged otur da nədir? Gedib Şəmsiyyə bir masada oturmaq istəyirsən? Çox sağ ol, Şəmsi. Hörmətli artıq olsun. Sən onunla gəlmişsən restorana. Onunla gələndə nə oldu? Axşamın xeyir bacı. Salam qaqaş. Sən çağırmışdın onu. Novruzda çox az qaldı. Görəsən